Biz sizinlə artıq yeni bir mövzuya başlayırıq. Modellər mövzusu. Bugünkü dərsimizdə sırf modellərlə bağlı. Modellərin növləri, bir də informasiya modeli. Başlayaq. Deməli, birinci ona baxaq ki, model nədir? Model, prototipin, yəni orijinalın. Orijinal deyəndə biz nəyə nəzərdə tuturuq? Hər hansı real obyekt, proses və ya hadisənin sadələşdirilmiş təsvir forması, yəni sadələşdirilmiş təsviri üçün yaradılmış süni bir obyektdir modellərimiz. Bizdə model dediyimiz kimi hər hansı bir obyektin əsasında yaradılır və yaxud da prosesin və yaxud da hadisənin. Bu zaman həmin obyektin yaradıldığı, nümunə götürərək yaradıldığı obyekt bizdə adlanır prototip. Yəni hazırda bizdə yer kürəsi prototipdir. Yer kürəsinin əsasında yaradılmış modellər var bizdə, qlobus və xəritə. Bizdə deməli qlobusla xəritə yer kürəsinin modelidir. Yer kürəsi bu zaman nə oldu? Prototip. Və yaxud da biz ona orijinal deyə bilərik. Aydındır? Bəs modelləşdirmə nədir? Modelləşdirmə modelin yaradılması prosesidir. Modelin yaradılması, yəni modelləşdirmə bizə nə üçün lazımdır? Biz nəyə görə model yaratmalıyıq? Deməli, bir neçə səbəb var. Birinci səbəb odur ki, prototip olmadıqda. Yəni, bu və ya digər səbəbdən bizdə prototip yoxdur. Misal üçün, qədim bir şəhərin, belə deyək, tarixdə adı keçən, indiyə gəlib çatmamış qədim bir şəhər haqqında biz nədən öyrənə bilərik? Həmin şəhərin təsvirindən, prototipi yoxdur çünki. Modelindən öyrənə bilərik. Və yaxud da qədim bir canlı götürək, dinozavrlar haqqında, hazırda dinozavr yoxdur. Biz dinozavrlar haqqında onun modelindən məlumat ala bilərik. Bu birinci səbəb. İkinci səbəb, obyektin, prototipin tədqiqi həyat üçün yaxşı deyil də, yəni həyat üçün təhlükəlidir. Məsəl üçün, avtomobillərin crash testini götürək. Avtomobillər qəzaya düşən zaman insan sağlamlığına hansı təsiri olacağı barədə biz məlumatı insana ora qoyaraq öyrənə bilmərik. İnsan sağlamlığı üçün belə deyək, zərəridir. Onun üçün müxtəlif modellərdə, məsələn, manekenlərdən istifadə edirik. Və yaxud da atom elektrik stansiyasının nüvə reaktorunda olan reaksiyalar biz gedib yaxından öyrənə bilmərik. İnsan sağlamlığı üçün təhlükəlidir. Bunu da biz hər hansı bir modeldən öyrənə bilirik. Digər bir səbəb, orijinalı birbaşa tədqiq etmək mümkün deyil. Bu, birincidən fərqlənir. Birincidə bizdə orijinal yox idi. Burada orijinal var, amma orijinalı birbaşa tədqiq etmək olmur. Yəni, birbaşa görə bilmirik. Misal üçün, Günəş sistemi var, amma sən Günəş sisteminə kənardan baxa bilmirsən, düzdür? Bizə lazım olanda onun hər hansı bir modelindən biz öyrənirik. Və yaxud da götürək atomu. Atom var, amma biz atomu görə bilmirik. Ona görə də atomu biz modeldən öyrənirik. Daha sonra bizdə gəlir ki, belə deyək, hər hansı bir qədər birinciyə oxşuyur, şey yoxdur, prototip yoxdur. Amma prototip, burada bir nüans var. Prototip yoxdur deyəndə prototip hələ yoxdur. Yəni, gələcəkdə olması planlaşdırılır. Misal üçün ki, biz bir bina tikirik. Binanı tikməzdən əvvəl binanın, belə deyək, çertyoz çəkilir də, düzdür? Və yaxud da hər hansı bir, tutaq ki, təyyarə mühərriyi istehsal olunacaq. İstehsal olunur təyyarəyə yerləşdirilməzdən əvvəl birinci sınaqlar üçün, müəyyən yoxlamalar üçün onun modeli hazırlanır. Özü yox, modeli hazırlanır. Yəni, gələcəyə yönəlir də bu. Birinci halda bizdə ümumiyyətlə yox idi. İkinci halda hələ ki yoxdur, deyək də. Bir də obyektin, hər hansı bir obyektin xüsusiyyətindən və bizə lazım olma xassələrindən asılı olaraq, yəni ki, modeli biz nə zaman yaradırıq? Bizdə obyektin özünə ehtiyac olmayandır. Müəyyən bir xassələri bizə lazım olanda da təkcə bütöv obyekt deyil də, obyektin müəyyən bir hissəsi bizə lazım olan zaman yaradırıq. Bu xassələrə görə bizdə bir obyektin müxtəlif modellərini yaratmaq olar. Misal üçün, maneken götürək, paltar asmaq üçün, paltar geyindirmək üçün manekenlər olsun, insanın modelidir. Şəxsiyyət vəsiqənizi götürək, şəxsiyyət vəsiqəsi insanın modelidir. Heykəl insanın modelidir, gəlincik insanın modelidir, android robotlar insanın modelidir. Biz bunlar, baxsaq bir dənə prototip var, insan. Hamısı insanın müxtəlif modelləridir. Bizdə modellərin, belə deyək, növləri var. Daha doğrusu, tətbiq sahələri də deyə bilərik. Qrafik
fayllarda yadınıza gəlirsə, orada da var idi. Kompüter qrafikasının tətbiq sahələri. Eləcə də bu da modellərin tətbiq sahələridir. Yəni hansı sahələrdə biz modellərdən istifadə edə bilərik. Burada da yenə də konkret bir model bir sahədə istifadə olunmalı deyə bir şey yoxdur. Sadəcə hansı sahədə istifadə edə bilərik onlardır. Yəni bir modeldə müxtəlif sahələrdə istifadə etmək mümkündür. Birinci gəlir tədris modelləri. Bura bizdə oyunlardır, simulyatorlardır, təlim proqramlardır və s. daxildir. Məsəl üçün, bu yaxınlarda televizorda gördüm. Pilotlar hazırlayan məktəbin çox qəşəng bir simulyatoru var idi öyrənmək üçün. Təyyarənin kabinini əks etdirir. Pilot oturur, sanki gerçək təyyarənin kabinindəymiş kimi təyyarə sürmək öyrənir. Ondan sonra bizdə var oyun modeli. İqtisadi oyunlar, hərbi oyunlar, idarəetmə oyunları və s. Nümunə olaraq indi burada oyun deyəndə ağlınıza ən çox gələn telefon oyunları falandır. Öyrənmək üçün də müxtəlif oyunlardan istifadə etmək olar. Hamımız sevdiyi oyunlar var da, strategiya, iqtisadi strategiyalar, iqtisadi oyunlar var. Məsəl üçün adını çəkməyəcəm, bir neçəsi var da. Sonra bizdə gəlir elmi texniki modellər. Bizdə bax hansısa bir prosesi, hadisələri öyrənmək üçün yaradılır. Yəni ki, bir proses və hadisəni əvvəlcədən öyrənmək və yaxud da baş vermiş bir hadisəni tədqiq eləmək üçün biz modelindən istifadə ediriksə, artıq bu bizdə olur elmi texniki model. Eksperimental modellər var bizdə. Obyektin kiçildilmiş və ya böyüdülmüş nümunəsidir. Yəni, hər hansı bir obyekti özünü necə aparacağını birbaşa özündə tədqiq eləmək çətindirsə, onun daha kiçik versiyasını və yaxud da daha böyük versiyasını hazırlayırıq ki, biz onu rahat tədqiq eləyə bilək. Bir də imitasiya modelləri var. İmitasiya modelləri bizdə reallığı birbaşa, belə deyək, imitasiyadır. Adından göstərir ki, imitasiyadır. Yəni ki, birəbir eynisidir. Bu zaman model maksimum prototipə oxşar götürülür. Yəni ki, prototipin demək olar ki, eynisi olur. Bir də zamana görə bizdə modellər statik bir də dinamik ola bilər. Dinamik model bizdə zaman keçdikcə dəyişən modeldir. Statik model zamandan asılı deyil. Yəni, zaman keçdikcə dəyişmir. Məsəl üçün, belə bir şey götürək. Tip kitabçası. Xəstəxanada olan tip kitabçamız. Biz hər xəstəxananı ziyarət edən zaman ki, yaxşı olar ki, yolumuz oraya düşməsin. Ziyarət edən zaman yeni qeydlər aparılır. Zaman keçdikcə dəyişir. Düzdür? Bir də götürək ona oxşar bir şey deyim. Sağlamlıq haqqında arayış. Sən sağlamlıq haqqında arayışı alanda sənin həmin vaxt ki, səhhətin tip kitabçanda olan məlumatlar qeyd olunur və dəyişmir. Artıq oldu bu statik informasiya. Aydındır? Statik model. Digəri dinamikdir. Vaxt keçdikcə dəyişir. Ya da ki, belə götürək. Günəş sisteminin, planetlərin animasiyalı bir şəkli var. Zamandan asılı olaraq planetlərin yer dəyişməsini göstərir. Bir də animasiyası, sadə şəkil var. Bizdə, belə deyək, statik model sayılır artıq. Çünki zaman keçdikcə dəyişmir. Aydındır bu? Bir də əsas gəldik. Maddi model, informasiya modeli var. Modellər əsas iki qrupa bölünür. Maddi və informasiya modeli. Maddi model nədir? Obyektin, yəni prototipin, bax, əsas sözlər, həndəsi, fiziki və digər xassələrini maddi modeldə əks olunur. Xassələr maddi modeldə əks olunur. Nədir bu? Nə deməkdir? Qısası, əgər model öz formasına görə prototipə oxşuyursa və ya sadə dildə desək, modelə toxuna biliriksə, bu bizdə maddi model sayılır. Məsəl üçün, qız qalasının maketini götürək, stol üstü təyyarə maketi götürək, oyuncaq araba götürək və s. Bunlar hamısı bizdə maddi modeldir. İnformasiya modeli isə obyektin və ya prosesin, yəni ki, qısası prototipin xüsusiyyətlərini və onun xarici dünya ilə əlaqəsini göstərir. Xarici dünya ilə əlaqəsini göstərir. Yəni ki, burada qısası obyekt haqqında hansısa bir informasiya var da. Buna aid ola bilər sözlə təsvir, cədvəl, sxem, şəkil. Yəni, sən hər hansı bir obyekti sözlə təsvir etsən belə, o bizdə model sayılır və informasiya modeli sözlə təsvir. Və yaxud da şəkil, tutaq ki, götürək qız qalasının şəkli. Bayaqlar qız qalasının modeli var idi, maketi var idi, bu maddi modeli idi. Qız qalasının şəkli bizdə olur artıq informasiya modeli. Sənin telefonundakı şəkil sənin informasiya modelindir. İndi cədvəl haqqında, sxem, məsələn, gördüyümüz bu sxem sayıla bilər və yaxud da başqa bir sxem. Cədvəl haqqında da növbəti dərsdə ətraflı məlumat verəcək.